Alo. Axşamın xeyir olsun. Her vaxtın xeyir. Canlıdayıq Zaur. Eşidirsən, sən canlı deyilsən, mənim də verilişimdə afətlə düzünə. Vəfa sənə iPhone 17-ni haçan alıb, onu de görüm hələ bəri başdan. Mənə bir Vəfa 17 almayıb. Aha. İki, mən... Özün efirdə dedin, özün mənə dedin. Mən də burada deyirəm, ən cındır aparıcı kimdir ay dostlar? Hamı yazır Zaur. Hansı Zaur ay dostlar? Sən efirdə demirsən ki, mən demirəm ha Zaur. Mən deyirəm ən cındır aparıcı kimdir? Yazırlar Zaur. Allah'ın olsun ki bak. Çox yer onu yazan. İndi qulaq as, ayrı şey deyirəm. Efirdə sən demirsən ki, güya mən səni Floranın yanına göndərmişəm. Niyə yalan deyirsən? Sən özün dedin ki, bu işi mən həll etdim. Dedim, 10 min uduzmuşam. Kimin yanına? Sən efirdə nə demisən? Bilmədən, bildiyin... Yox, efirdə nə indi mənə Mamit dedi. Eşidirsən mənə? Mən sənin o oyun oynadığın adamlar deyiləm. Mən heç kimlə oyun zad oynamıram. Açıq-aşkar danış mənlə. Verilişə bax, sonra danış da. Bak yenə həmən kisə... Qulaq as. Yox, efirdə pričom afət Flora. Yox, qulaq as. Efirdə pričom afət Flora. Zaur. Flora Kərimovan yox, heç kimin yanına göndərməmsən, göndərmərsən. İndi qulaq as, ayrı söz deyirəm. Onda bir dənə sual verirəm. İki dənə sual verirəm. Efirdə afət pričom, Flora pričomu məsələ bağlandı, getdi. 1 manat da vermədim. Verməyəcəm də. Hə. Ay da, nə verməyəsən? Bax 10 min manat uduzmuşdum, 1 manat da vermədim, verməyəcəm. Mən vermədən mənim Flora Kərimova. Onu efirdə... Uduzmaq, mən udmamışam. Elə demirəm. Bir dənə sual verirəm, izləyicilər qulaq asın. Bir dənə sual verirəm. Bu da mənim verilişimdir də. Yığarsan məni danışırsan. Niyə mənim adımı çəkirsən Flora ilə efirdə? Eşidirsən məni? Niyə mənim adımı çəkirsən Flora ilə efirdə? Çəkmə qətiyyən, qadağa qoyuram. Açdım. Sizin o cındır efirləriniz mənə lazım deyil. Ged o Vəfa, o da sən. Davay. İndən belə. Davay. Nətər oldu, gördünüz? Mən yoxam efirdə, sən mənim adımı xeyr ola hallandırırsın. Kimdə sənin verilişindəsə sədərəkdə bəzənib binədə çıxarım. Sizin verilişinizə tüpürüm mən. Kim sizə siz? İki arvad onunla vurur dişəbinə mən sənə. Kimsə hələ sabahlar çəkəcəm videonu. Ateldi, burada olmaz qışqırıb danışmaq. Kimsən sən? Sən verilişin reyting yığacaq deyə onunla buna. Vəfa buna qayıdıb deyirmiş ki, Zaur o söhbəti sən də bilin. Sən niyə demirsən ki, bilmirəm? Sən nə söhbət bilirsən ki, başa düşmürəm. Hansı söhbət bilirsən? Şou biznesdə ən əxlaqlı müğənnilərdən biri mənəm. Hiç doğmamışam, namusla, qeyrətlə ərə getmişəm. Bu mənim başımın qaxıncıdır. Cındırlar deyirəm ha sizə. Cındır verilişiniz reyting yığacaq deyə. Çağırırsan ora cırımındırı, get bax gör, dədə evində bədənini dədəsi yaşda kişiyə satan adam ora çıxardıb xanım eləyirsən. Ad çəkmirəm kimi deyirəm. Efirə çıxmamalıdırlar. O çıxan efirə də mən çıxmıram o tipli. Dədə evində qız bədənini pula satan əxlaqsız fahişəni efirə çıxardıb ailə dəyərlərindən sual verirsən. Mən sənin efirinə çıxaram. iPhone 17'ye sattın sən. Sən özün mənə dedin ki, iPhone 17 alıb mənə. Birini də Şəbnəm göndərib dedin. Şəbnəmə də buradan deyirəm, utan öl yerə gir. O iPhone 17'ni Qazi'nin oğluna al göndər. Qazi'ye al göndər. Qurani Şəbnəm